Salamlayıram sizləri, dəyərli könül dostlarım, necəsiz, dəyərli izləyicilərim. Bugün eril dişil oxunması olacaq, gördüyünüz kimi, gördüyünüz dəstələrdə də. Dişil olaraq və eril olaraq qarşılıqlı söhbətiniz, danışıqlarınız, əsasən qarşı tərəfin bilinçaltı, duyğu və düşüncələri, həmçinin sizin əslində olan duyğularınız ki, olur bəzən, duyğular bəsləyirsiniz, amma əslində sizdə hansı duyğulardır ki, bunu bilmək istəyirsiniz. Bugün bu dəstələrdən, yəni o məsələlərlə, o mövzularla bağlı bir seans gerçəkləşdirəcəm və bu gözəl Oşo dəstəmizdən də anlıq düşüncələrinə baxacağım. Bunu da sizin üçün yorumlayacağım. Gəlin, baxaq. Sevdiyiniz şəxslərin sizinlə bağlı anlıq düşüncələrində və bilinç altında əsasən anlıq düşüncələrini Oşo dəstəsindən, bilinç altını və şuur altını da bu gözəl bilinçaltı, kozmik bilinçaltı dəstəmizdən yorumlayacağım. Gəlin öncəliklə xanımların bilinçaltına baxaq, daha sonra bəylərin. Baxaq görək, məni izləyən dəyərli xanımlar, məni izləyən dəyərli xanım izləyicilərim, sizin partnyorunuza, sevdiyiniz şəxslərə qarşı əslində olan duyğunuz nədir? Gerçəkdə olan duyğunuz nədir? Bu sevgidirmi? Takıntıdırmı? Mənimsəmə hissidir? Hansı hisslərdir sizdə əslində ən dərin bilinçaltınızda dəstəkləndiyiniz duyğular hansı duyğulardır? Aha. Bunu belə alaq bura. Daha sonra bəylərin, sevdiyiniz bəylərin, şəxslərin sizinlə bağlı ən dərin bilinçaltında nələr var? Uzun zamandır ki, biz bilinçaltı seansı genel olaraq gerçəkləşdirmirik, yəni buna baxmırıq. Baxaq görək, sevdiyiniz şəxslərin sizə qarşı ən dərin bilinçaltında nələr var? Dəyərli xanımlar. İki dəstədən iki kart gəldi. Bunları mən ikisini də yorumlamaq istəyirəm. Aha. Və sevdiyiniz şəxslərin sizinlə bağlı anlıq düşüncələri. Bu gözəl Oşo dəstəmizdən də bunu soruşmaq istəyirəm. Sizinlə bağlı anlıq düşüncələri. Eyni zamanda münasibətə bu dəstənin məsləhətləri nədir? Münasibətin gedişatı ilə bağlı ipuçları verə bilər bizə. Necə davam etməlisiniz və yaxud qarşı tərəfin necə davranmalısınız ki, qarşı tərəfin münasibətlə bağlı planları, eyni zamanda münasibətə baxış açısı, dəyərli xanımlar. Məni izləyən dəyərli xanım izləyicilərim. Gördüyünüz kimi burada bu kartlar biraz böyük olduğu üçün, bilinçaltı kartlarımız. Bunlar biraz böyük olduğu üçün gözəl xanımlarımızın ən dərin bilinç altında nələr var? Nələr var? Və bəylərin bilinç altında nələr var? Burada Oşo dəstəmizi yerləşdirək. Bilirəm, oradan tam görünmür. Amma yenə də gördüyünüz kimi burada balacadır yerimiz. Ona görə də idarə edin artıq. Zaten önemli olan benim burada yorumlamamdır. Dəyərli xanımlar. Sizin sevdiyiniz şəxslərə qarşı ən dərin bilinç altında nələr var sizin duyğularınızda dediyimiz zaman? Səninlə, yəni burada xanımların düşüncələri, xanımların fikirləri, səninlə bir ruhsal köklərimizi birləşdirdik ki, mən münasibəti elə görürdüm. Yəni biz bir ola bilərik və biz bərabər olduğumuz zaman, bir çox mövzunun ötəsindən gələ bilərik deyə düşünürdüm deyən xanımlar var. Bəli, burada
çox istəkli, çox belə canlı münasibətə başlayan və eyni zamanda münasibətin gedişatını dəyərləndirən partnyorlar olub, dəyərli xanımlar olub. Yəni çox inanaraq münasibətə başlamısınız, çox güvənərək münasibətə başlamısınız və biz bərabərlik yolunda özümüzü və bir-birimizi tapdıq və mən səninlə münasibətə həm inanıram, həm güvənirəm, həm də səninlə olan münasibət mənə xoş təəssürat bağışlayır və mən səninlə bir gələcək düşünürəm deyən xanımlar olub. Zaman olaraq dəyərləndirmiş olarsaq əgər, ola bilər ki, bir 10 ay bundan öncəsində sizin belə düşüncələriniz olub. Ola bilər ki, 10 ayda siz bir-birinizi tanıyırsınız, yaxud da 10 ay bundan öncəsinə qədər siz bu insanlara tam-tamına güvənmisiniz. Yəni, inandığınız şəxslər olub. Amma daha sonra, yəni burada özünüzün ilahi plana aid olduğunuzu, eyni zamanda bir şeylərə axışına buraxdığınız, yəni evrənə buraxdığınız, ilahidən, evrəndən necə deyim, özünüzə güc toplamağı istədiyiniz və bir şeylərin həqiqətən də olub-olmaması ilə bağlı bir mühakimə oluşturduğunuz, eyni zamanda qeyd etdiyim kimi, yəni insanın hərəkət və davranışlarından sonra çarəsiz hiss etdiyiniz durumlar, nüansların olduğunu burada hal-hazırda bizə bilinçaltı kartlarımız söylüyor. Bu dəstəni niyə çox sevirəm? Çünki bu dəstədə həqiqətən də insanların özünə belə etiraf etməkdən çəkindiyi mövzuları bu dəstələrdə aktiv olaraq dəyərləndirmək olur. Yəni, müəyyən qədər insan özü ilə hesablaşır, özü ilə üz-üzə gəlir və özünü qarşıdan dinləyir. Bu çox önəmlidir. Eyni zamanda qarşı tərəfdəki partnyorun da ən dərin bilinçaltı şüuraltını bu dəstəylə çox rahat bir şəkildə ifadə edirəm sizlər adına. Burada dediyim kimi, yəni siz artıq burada müəyyən bir mövzuları ilahi plana həvalə etmişsiniz, yəni bunu evrənin axışına buraxmışsınız. Çünki çarəsiz hiss etdiyiniz durumlar olub və burada insan sizə qarşı səhvləri, yalanları, yanlış davranışları, eyni zamanda sizə qarşı haqsızlıqları, yalanları sizə dəyərləndirməkdə, həqiqətən də sizin baxış açınıza və sizin layiq olduğunuz dəyərləri sizə vermədiyi üçün çarəsizlikdən bir şeyləri ilahi evrənə buraxmaq, eyni zamanda hər şeyi zamanla dəyərləndirmək və burada sezgilərinizi gücləndirib, şəfalandırıb, qanatlarınızı, necə deyim, o yaralı quş kimi çırparaq özünüzü bu əsnada toparlamışsınız. Artıq bu insanlara güvənməmisiniz. Burada da zaten söyləmişsiniz ki, mən artıq sənə güvənmirəm. Gecələr boyunca, günlərcə sənin harda olduğunu bilmirəm, nə etdiyini bilmirəm və bunu düşünməkdən də zaten gözümə yuxular girmir. Və burada həmçinin qarşı tərəfin sizə qarşı yalanları və bir bilinməməzlik, eyni zamanda bəlli olmayan müəyyən situasiyalar. Burada çünki dediyim kimi qarşı tərəfin nə etdiyini bilmədiniz və qarşı tərəfin də bunu sizə etiraf etmədiyi durumlar var. Burada insanın necə davranacağı, nə edəcəyi ilə bağlı hər hansısa bir fikrinizin olmadığı üçün münasibətdən özünüzü kənara çəkmişsiniz və burada ilahinin gücünə şükür etmişsiniz, özünüzü bu əsnada toparlamışsınız. Burada zaten aldım, qəbul etdim deyir, nəyi söylüyor? O gözəl frekansları, o gözəl enerjiləri, yəni öz mənliyinizi, öz dəyərinizi, öz gücünüzü artıq alıb qəbul eləmişsiniz, toparlamışsınız. Bu da bir 10 aylıq bir süreçdə baş verir zaman olaraq dəyərləndirdiyimiz zaman. Burada sizin ona dediyiniz, yəni mənim gözlərim aynadır. Mən zaten baxdığım zaman öz gözlərimlə belə səni görürəm. Sənin nə etdiyini, sənin atdığın addımları belə artıq bilirəm. Sənin artıq yalanlarına inanmıram və səni artıq həyatımda istəmirəm deyən xanımlar var. Yəni bu bir çoxunuza aid ola bilər. Dediyim kimi, bir çoxunuz artıq münasibətdən yorulmusunuz, tükənmişsiniz. Artıq bu insanın yalanlarından, yanlış davranışlarından, sizə qarşı dəyər hiss etdirməmə durumundan artıq yorulduğunuzu sizə söyləyə bilərəm. Və burada yeni bir bolluğa, yeni bir bərəkət həyatınıza çəkəcəyiniz bir dönəmdə ola bilərsiniz, dəyərli xanımlar. Həqiqətən də münasibətdə artıq öz dəyərinizi bildiyiniz bir pozisyondasınız. Zamanında çarəsiz qalmışsınız, çarəsiz hiss etmişsiniz. Və burada insan sanki sizə qarşı o qədər haqsızlıqlar olub ki, sizin münasibətdə olduğunuz şəxslər. Siz sanki bu insana ehtiyac duyduğunuz zamanda da bu insan sizin yanınızda olmayıb. Yəni deyir ki, burada siz söyləmişsiniz ki, mənim sən olmadan qanatlarım yoxdur və mən uça bilmirəm. Həmin o əsnada da insanlar sizin yanınızda olmayıb, sizi tək qoyub, tək buraxıb. Gələk qarşı tərəfdəki partnyorun düşüncələrinə, amma öncə onu qeyd edeyim ki, dəyərli xanımlar, ismində, soy ismində T hərfi, Ç hərfi, A hərfi və B hərfi olan məni burada izləyən xanımlar varsa, deyim ki, sizin enerjiniz burada çox daha aktivdir.
Ağlınızdakı şəxslərin sizinlə bağlı düşüncələrindən, yəni ən dərin bilinçaltı, daha doğrusu bilinçaltında nələr var dediyimiz zaman insan söylüyor ki, hal-hazırda nə edəcəyimi bilmirəm, qərar verməkdə çox çətinlik çəkirəm. Sevgi əmək idi və mən düşünürəm ki, bu yolda mən sənin yanındaydım. Sadəcə sənin istəklərin daha çox olduğu üçün bizdə alınmadı. Yaxud da münasibətdə istədiyim kimi səninlə davam edə bilmədim deyən partnyorlar var. Və qızlar, mən sizə belə bir söz deyim. Burada yanlış anlaşılmalar da olub. İnsan sizə qarşı bəli, sərt davranışlar sərgiləyib, aqressiv olub və yaxud da sizi anlamamaqda həqiqətən dirənç göstərib, sırf sizi anlamamaq adına, sizi dinləməmək adına çox egoistcə davranıb deyərdim. Lakin indi baxdığım zaman sanki sizi bədənsel olaraq arzuladığı, ruhsal olaraq sizə tərəf çəkildiyi bir dönəmdə ola bilər. Sözün əsl mənasında insanlar sizə qarşı haqsızlıq etdiyinin fərqindədir gördüyüm qədərilə, amma deyir ki, sən mənə aidsən. Biz deyir, ayrıla bilərik, biz ayrı ola bilərik, amma deyir, sən mənə aidsən. Mənə özümə aid olaraq gördüyüm xanımsan, səni başqasına vermək fikrində yoxdur, mən sənin üçün mücadilə edəcəm deyir, mənə güvən. Ki burada zaten mən bayaq sizə söylədim ki, siz deyirsiniz ki, mən sənə güvənmirəm. Burada çünki qorxu enerjisi çalışdırdığınızı da söyləyə bilərəm ay kartı. Hisslərinizlə bərabər olduğunuz və eyni zamanda hisslərinizə təslim olduğunuz, bu hisslərdə də qorxu enerjisinin aktivliyindən söhbət gedə bilər. Qarşı tərəfin isə mənə güvən dediyi bir nüanslar var. Yəni mənə güvən, sən mənə güvənməlisən ki, deyir, mən cəsarətli olum və mənim atdığım addımlar sənə qarşı öz etkisini göstərsin. Sənə layiq olmağı istəsən də deyir, mənim özgüvən problemlərim var, yetərsizlik var deyir, sənin istəklərinə qarşılıq verə bilmirəm. Həqiqətən də deyir, gücüm çatmır, edə bilmirəm. İstəsəm də deyir, bunu bacara bilmədiyimi düşünürəm və başarısızlıqdan qorxuram. Yəni bir şeyləri başlayıb sonunu gətirə bilməməkdən, sənə layiq ola bilməməkdən, eyni zamanda sənin istəklərinə qarşılıq verə bilməməkdən qorxuram deyir. Bu mənim bilinçaltı qorxularımdır. Öz qorxularımı sənə niyə ifadə etməliyəm deyir, nəyə görə bunları səninlə açıq-aşkar danışmalıyam. Bu mənim özümə aid olan bir nüanslardır və bu məni kompleksə sürükləyən duyğulardır. Amma həqiqətən də qızlar, insanın başarısızlıqdan qorxan bir enerjisi var. Amma deyir, mənə aidsən, sənin özümə aid olaraq gördüyüm tək qadınsan. Bilirəm ki, sən tamamilə başqa cür düşünürsən, tamamilə başqa cür münasibətə yansıyırsan və deyir, sənə olan güvəni, mən deyir, sənə özüm qədər güvənirəm. Bilirəm ki, çox təmiz, tərbiyəli, yəni özünə hörmət edən bir qadınsan və sənin dəyərini bilmədiyim nüanslar ola bilər sənin düşüncələrinə görə. Amma deyir, mən başarısızlıqdan qorxduğum üçün öz komplekslərim adına deyir, özümü kənara çəkirdim. Səninlə çox gözəl münasibətimiz olurdu. Bir şeyləri sən artıq dilə gətirdiyin zaman, o anda mən panik hiss etdiyim zaman, başaramadığımı düşündüyüm zaman özümü kənara çəkirdim. Sən də bunu güvənsizlik olaraq dəyərləndirirdin. Amma mənim sənə qarşı hər hansısa bir pis niyyətim, art niyyətim olmayıb. Yəni mən səni pis bir enerjidə dəyərləndirməmişəm. Burada deyir, sənin yaratıcılığın, sənin gücün, sənin frekansların, sənin küllərindən yenidən anka quşu kimi küllərindən yenidən doğmağın məni zaten deyir, özümə gətirirdi. Zaten sənin gözəl, fərqli bir əxlaq anlayışın var idi. Hansı ki, deyir, mən səni əxlaqına görə də sevirdim, tərbiyənə görə də sevirdim. Yoğun olaraq deyir, bütün duyğuları, bütün istəkləri, bütün hisslərini yoğun olaraq hiss edirdin. Sənə aşıq olduğumu belə deyə bilərəm. Hətta sadəcə olaraq mən deyir, səni bir uşaq kimi başladım sevməyə, daha sonra olgunlaşmağa başladım. Hal-hazırda üzüntü içindəyəm. Çünki deyir, mənə rəhbərlik edən sən həyatımda yoxsan. Həyatım deyir, bir şeylərin boşluğundadır və mən artıq özümü toparlaya bilmirəm. Səbirli olmam gərəkdiyini bilsəm belə başaramamaqdan yenə də qorxuram. Sanki deyir, təkrar-təkrar eyni mövzularda, eyni bir yolda, eyni situasiyalarda sürəkli deyir, dəyişim göstərirəm və bu məni zaman çərçivəsində yorur. Və eyni zamanda dediyim kimi qızlar, baxın, yeni aydan dolunaya qədər, yəni ayın başlanğıcından sonuna qədər burada insan zaten deyir ki, bizim üçün bu dəyərləndirilməsi gerəkən bir zamandır və bu zaman çərçivəsində sadəcə səbirli olub olanı bitəni geniş perspektivdə dəyərləndirərək münasibətə baxış açımı dəyişdirməm gərəkdiyini düşünürəm. Bunu yenə də düşünürəm. Ola bilər ki, yenə də başarısız ola bilərəm, amma ən azından yenə də sənin üçün çabalayacağam deyən partnyorlarınız var. Bu düşüncələridir. Bilinçaltını da zaten sizə söylədim, dəyərli xanımlar. Diqqətiniz üçün təşəkkür edirəm. Bugünlük bu qədər. Videonu çox istəyərdim ki, mən daha uzun danışım, amma çox uzun videolar olanda nədənsə paylaşmaqda biraz problemlər olur. Bununla bağlı məlumatı olanlar varsa, qızlar, bölüşə bilərsiniz mənimlə komment bölməsində. Çünki mən sizin üçün daha uzun videolar paylaşmağı düşünürəm, amma yəni bunu biraz yükləməkdə dediyim kimi problem olur. Ola bilər ki, nəsə telefonla bağlıdır, ya nə ilənsə bağlıdır, bilə bilmirəm, amma bunu araşdıracaq açıq vaxtım da olmur, amma bunu bilənlər burada mənimlə bölüşə bilər və dediyim kimi hər zaman söyləyirəm, fikirlərinizi bölüşün komment bölməsində.
Mən onları ümumi olaraq dəyərləndirirəm və genel olaraq, yəni ümumi hər birinizin fikrindən ortaq məxrəcə gəlib ümumi videolar çəkməyə çalışıram. Hər zaman, hər daim pozitiv olun. Sizləri sevirəm. Ümid edirəm həyatınızda hər şey ürəyinizcə olar, qaydasında olar. Dəyərli, könül dostlarım. Dediyim kimi növbəti videomuzda da komment bölməsində fikirlərinizi bildirin. Videonu paylaşmağı, səhifəyə abunə olmağı da unutmayın.